Bəzən hər şey çox gözəl gedir, hər şey yolundadır. Amma bir anda sanki hər şey tərsinə dönür. O zaman ətrafdan bir cümlə eşidirik. Nəzərə gəlmisən? Bəs doğrudanmı nəzər var? Bəli, nəzər haqdır. Bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məhəmmədin açıq şəkildə buyurduğu bir həqiqətdir. Qur'an-ı-Kərimdə də nəzərlə bağlı işarələr mövcuddur. Məsələn, Yusif surəsində nəzərin dəyməsindən Allaha sığınıram mənasında ifadələr keçir. Səni görəndə paxıllıqla baxan, qısqanan bir insanın nəzəri sənə dəyə bilər. Hətta övladını çox sevən bir ananın belə fərqinə varmadan öz övladına nəzəri dəyə bilər. Məhz buna görə də övladlarımıza sevgi ilə baxarkən, onları tərifləyərkən maşallah deməyi unutmayaq. Gün ərzində onlarla, yüzlərlə insanla qarşılaşırıq. İndi isə həyatımızın böyük bir hissəsi sosial mediada nümayiş olunur. İnsanlar evliliyini, yeni doğulan övladını, getdiyi restoranı, mindiyi maşını, aldığı yeni evi, çantanı, hətta yeni corabını belə paylaşır. Sənin paylaşdığın o gözəl görüntü bəlkə də başqasının illərlə qurduğu xəyalıdır. Bu zaman tövsiyə edilən odur ki, paylaşımın altında belə sözlər yazaq. Əlhəmdülillah, Allah nəsib etdi. Əlhəmdülillah, Allahın izni və köməyi ilə oldu. Allah sizə də nəsib etsin. Bu cür ifadələrlə baxana Allaha xatırlatmış oluruq. Yəni, səbəbi özümüzdən çıxarıb Allaha bağlayırıq və paylaşımı edən şəxs bu yolla özünü bir növ qoruma altına almış olur. Bəs Quranda nəzərdən bəhs edən ayələr varmı? Bəli, var. Qələm surəsi 51-ci ayədə buyurulur. Həqiqətən onlar Quranı eşitdikləri zaman az qalırdı səni gözləri ilə yıxalar. Bu ayə sallallahu aleyhi və səlləm Məhəmməd Peyğəmbərə nazil olmuşdur. Ayənin nazil olma səbəbinə baxaq, bir ərəb bir neçə gün yemədən, içmədən qaranlıq bir çadırda qalır. Çadırdan çıxanda bir dəvə görür və deyir, nə gözəl dəvədir. Bu sözdən az sonra dəvə qəfil yıxılıb tələf olur. Onun nəzərinin güclü olduğunu bilən bəzi Məkkəli müşriklər deyirlər. Gəl, səni bir neçə gün bir yerdə bağlı saxlayaq. Sonra çıx, Rəsulullaha bax, nəzərin dəysin. Məhz bu hadisədən sonra Allah bu ayəni endirmişdir. Peyğəmbərimizin belə bir hədisi də var. Nəzər insanı məzara, dəvəni qazana salar. Yəni, bir insana nəzər dəydiyi üçün ona bəla, xəstəlik, hətta ölüm gələ bilərmi? Bəli, gələ bilər. Bəs niyə Allah buna icazə verir? Çünki bu dünya imtahan dünyasıdır. İnsan bir imtahanla üzləşəndə bu Allahdandır deyib, Allahın göstərdiyi yollarla bunun öhdəsindən gəlməyə çalışsa, imtahandan keçənlərdən olar. Amma Allaha sığınmaq yerinə başqa yollar axtarsa, imtahandan qalanlardan olar. Başqa bir hədisdə isə buyurulur. Əgər qədər və qismətlə yarışa bilən bir şey olsaydı, bu nəzər olardı. Yəni, nəzər insanın qədərinə belə təsir edə bilər. Bəs nəzərin qarşısını almaq üçün gözəl bir şey görəndə nə deməliyik? Bəli, maşallah. Bunu vərdiş halına gətirməliyik. Bu nə gözəl ağacdır, maşallah. Nə gözəl saçları var, maşallah. Maşallah sözündə 3 kəlmə var. Allah. Yəni, Allah istərsə, Allah dilərsə deməkdir. Birinə maşallah deyəndə Allah istədi və bu oldu mənasını vermiş oluruq. Məsələn, biri yeni ev alıb. Sən maşallah deyəndə demiş olursan ki, Allah istədi və bu evi aldı. Yəni, bu gözəl hadisənin səbəbini Allaha bağlayırsan. Əgər maşallah deməsən nə olur? Allahı unudursan. Bütün səbəbi insana verirsən. O aldı, o tikdi, o çalışdı deyirsən və bu zaman nəzər daha tez dəyə bilər. Bəs üzərliyin nəzərə təsiri varmı? Xeyr, yoxdur. Uşaq ağlayırdı, üzərlik yandırdıq, sakitləşdi deyənlər çoxdur. Bu, üzərliyin tərkibində olan sakitləşdirici maddənin təsiridir. Qoxusu əsəbləri sakitləşdirir və bir çox sakitləşdirici dərmanların tərkibində də var. Araşdırın, qulaqdan dolma xurafələrlə yaşamayın. İnternet əlinizin altındadır. Buxaridə qeyd olunur ki, Ayşə anamız deyir, Rəsulullah yatmazdan əvvəl İxlas, Fələq və Nas surələrini oxuyar. Sonra əlinə üfürər və bütün bədəninə məşq edərdi. Üzərində nəzər olan insanın çox əsnədiyi də deyilir. Bəs gözmuncuğu nəzərdən qoruyurmu? Xeyr, gözmuncuğu şamanistlərin adətidir və İslamda heç bir yeri yoxdur. Qətiyyən məsləhət deyil. İnsan köməyi Allahdan yox, kiçik bir daşdan gözləyirsə, bunun cahiliyyə dövründəki bütlərdən nə fərqi qalır? Yeni doğulan uşaqlara tez-tez taxılır və bu artıq adət halına alıb. Əgər uşağa nəsə taxmaq istəyirsənsə, heç olmasa qızıl tax. Çünki nəzər adətən ilk baxışda olur. Adam uşağa baxanda ilk diqqətini qızılın parıltısı çəkəcək. Gözmuncuğu haqqında insanlar həqiqətən araşdırmalı. Mənasını bilmədən hər yerdə, qolunda, boynunda, evin girişində, içində istifadə etməməlidirlər.
Bəzi qaynaqlarda gözmuncuğundakı tək gözün şeytanın gözü mənasına gəldiyi də qeyd olunur. Bir hədisdə Peyğəmbərimiz buyurur, kim mavi muncuq, yəni göz muncuğu taxarsa, Allah onun işini tamamlamasın. Əzizlərim, nəzərdən qorunmaq üçün sizə bu 5 dua kifayətdir. Başqa heç nəyə ehtiyac yoxdur. Fatihə, İxlas, Fələq, Nas və Ayətəl Kürsi. Bəs siz özünüzü nəzərdən necə qoruyursunuz? Şərh bölməsində yazın, oxuyacağam. Sonda isə bizə dəstək olmaq üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Allah hamımızı qorusun.